Salam. Bir anlıq dayanıb düşünək. Bizi, yəni hər birimizi təkrar olunmaz edən nədir? Məsələnin kökü bizim genetik kodumuzdadır. Gəlin bugün həyatın bu gizli planını birlikdə deşifr edək. Gəlin lap sadə bir sualdan başlayaq. Təbiətdə niyə heç kim, amma heç kim bir-birinin eynisi deyil? Ən xırda böcəkdən tutmuş elə bizim özümüzə qədər. Bu qədər müxtəlifliyin səbəbi nədir axı? Bugünkü araşdırmamızda deməli ilk olaraq dəyişikliyin iki fərqli üzünü görəcəyik. Sonra yeni xüsusiyyətləri yaradan mühərrikdən, yəni mutasiyalardan danışacağıq. Görəcəyik ki, bu genetik kod dəyişəndə nə baş verir, bu dəyişikliklərin irsi xəstəliklərlə nə əlaqəsi var. Daha sonra sanki kartları qarışdırırmış kimi genlərin necə yeni kombinasiyalar yaratdığını öyrənəcəyik və sonda bütün bunların ümumi mənzərədə nə anlama gəldiyinə baxacağıq. Başlayaq. Deməli, bütün bu müxtəlifliyin, bütün bu dəyişkənliyin iki əsas mənbəyi var. Gəlin işə elə bu iki mənbəni bir-birindən ayırmaqla başlayaq ki, hər şey aydın olsun. Baxın, dəyişənliyin iki növü var. Biri modifikasiya dəyişkənliyidir. Bu, ətraf mühitin təsiri ilə yaranır, yəni müvəqqətidir və nəsildən nəslə keçmir. Məsələn, bir arının necə qidalanmasından asılı olaraq işçi və ya ana arı olması kimi. Amma bizə əsas maraqlandıran ikinci növdür, irsi dəyişkənlik. Bu, genetik kodumuzun özündə baş verən qalıcı bir dəyişiklikdir və nəsillər boyu ötürülür. Məhz bizim araşdırmamızın mərkəzində də bu dayanır. Yaxşı, bəs bu yeni nəsildən nəslə ötürülən məlumatlar, bu yeni xüsusiyyətlər hardan peyda olur? Cavab çox qısa və konkretdir. Mutasiyalar. Mutasiya dediyimiz şey nədir? Bunu həyatın təlimat kitabçası olan DNT-də baş verən gözlənilməz bir hərfi səhv kimi düşünə bilərsiniz. Bu termini ilk dəfə alim Hugo de Vries işlədib. Məhz bu səhvlər sayəsində genlərin yeni versiyaları, yəni allellər yaranır. Yəni, bütün genetik yeniliyin təməlində əslində mutasiyalar durur. Və bu diaqram çox vacib bir məqamı göstərir. Baxmayaraq ki, təkamülün hərəkət verici qüvvəsi mutasiyalardır, onların böyük, amma çox böyük əksəriyyəti, təxminən 99%-i orqanizm üçün zərərlidir, hətta bəzən öldürücüdür. Çox kiçik bir hissəsi neytraldır, yəni heç bir təsiri yoxdur. Faydalı olanlar isə, onlar inanılmaz dərəcədə nadirdir. Cəmi 0,1%. İndi gəlin biraz da dərinə gedək. Mutasiyalar fərqli miqyaslarda baş verə bilər. Bəzən bu, sanki genetik mətndə tək bir hərfin dəyişməsi kimidir. Bəzənsə, bütöv bir fəslin, yəni xromosomun strukturunun və ya sayının dəyişməsi kimidir. İlk olaraq, gəlin xromosomların öz quruluşunda, yəni strukturunda baş verən dəyişikliklərə baxaq. Təsəvvür edin ki, hər xromosom genlərdən ibarət uzun bir cümlədir. Bəs bu cümlədə nə kimi dəyişikliklər ola bilər? 4 əsas növ var. Birincisi, delesiyadır, yəni cümlədən bir sözün silinməsi kimi. Xromosomdan bir hissə itir. İkincisi, duplikasiyadır, yəni bir hissənin təkrarlanması, sanki bir sözü 2 dəfə yazmaq kimi. Üçüncüsü, inversiyadır. Burada bir hissə 180 dərəcə dönür, sözlərin sırası dəyişir. Və nəhayət, translokasiya. Bir hissə qopub, tamam başqa bir xromosoma yapışır. Təsəvvür edin, bir kitabdan bir cümlə qopub, başqa bir kitaba keçir. Bunların hamısının təbii ki, ciddi nəticələri ola bilər. Bax, bu biraz əvvəl danışdığımız o delesiyanın, yəni genetik material itkisinin real həyatdakı birbaşa nəticəsidir. Lejan sindromu ya da daha çox tanınan adıyla pişik miyoltusu sindromu. Burada 5-ci xromosomun kiçik bir hissəsinin itməsi körpələrdə həm əqli inkişafda ləngimələrə, həm də çox xarakterik pişik miyoltusuna bənzər bir ağlama səsinə səbəb olur. Yaxşı. Bəs dəyişən şey xromosomun quruluşu yox, onların ümumi sayı olanda nə baş verir? Yəni, kitabxanada kitabların cümlələri yox, kitabların öz sayı dəyişsə. Burada da iki fərqli vəziyyət var. Birincisi aneuploidiyadır. Bu, sanki kitab rəfinizdə 46 kitab olmalı olduğu halda birinin əskik olması 45 və ya birinin artıq olması 47 kimidir. Yəni, fərdi xromosomların sayı dəyişir. Digəri isə poliploidiyadır. Bu, daha kəskin bir dəyişiklikdir. Sanki rəfinizə bir yox, bütöv bir eyni kitab dəstə əlavə olunur. Bu vəziyyət bitkilər aləmində çox yayğındır, amma heyvanlarda adətən ölümcül nəticələnir. Bütün bu genetik dəyişikliklər təbii ki, sadəcə nəzəriyyə deyil. Onlar bizim gündəlik həyatda rastlaşdığımız, çox yaxşı tanıdığımız bir çox irsi xəstəliyin təməlində dayanır. Gəlin aneuploidiyanın ən çox bilinən nümunələrindən birinə Down sindromuna fokuslanaq. Hekayə məhz bu rəqəmlə başlayır, 47. Normalda 46 olmalı olduğu halda 47 xromosom. Bəs bu əlavə bir xromosom haradan gəlir?
Problem 21-ci cüt xromosomda yaranır. Down sindromlu fərdlərdə bu xromosomdan 2 yox, 3 nüsxə olur. Buna görə də bu vəziyyətə tibbi dildə trisomiya 21 deyilir. Və bir düşünün, cəmi bircə əlavə xromosom bədəndə nə qədər fərqlilik yaradır? Kognitiv inkişafdan tutmuş fiziki görünüşə, hətta ovuc içindəki qırışlara qədər bir sıra xarakterik əlamətlərin yaranmasına səbəb olur. Bu cədvəldə də gördüyünüz kimi. Bu, genetik balansımızın əslində necə də həssas olduğunu göstərən çox bariz bir nümunədir. Əlbəttə, Down sindromu sadəcə bir nümunədir. İrsi xəstəliklərin ötürülmə mexanizmləri çox fərqlidir. Məsələn, autosom dominant xəstəliklər var ki, burada xəstəliyin yaranması üçün genin cəmi bir nüsxəsi kifayətdir. Autosom resessiv xəstəliklərdə isə mütləq hər iki valideyndən gələn genin qüsurlu olması lazımdır. Bir də var X xromosomu ilə ötürülən xəstəliklər, məsələn, hemofiliya və ya rəng korluğu kimi, onlar adətən kişilərdə daha çox rast gəlinir. Amma dayanın, bütün irsi müxtəliflik yalnız yeni yaranan mutasiyalarla məhdudlaşmır. Səhnədə başqa bir çox güclü oyunçu da var. Deməli, bir daha xatırlayaq, mutasiya dəyişkənliyi nə idi? Bu, sıfırdan, əvvəllər heç mövcud olmayan tamamilə yeni gen versiyalarını, yəni allelləri yaradan bir prosesdir. Kombinativ dəyişkənlik isə tamamilə fərqli bir şeydir. Bu, yeni bir şey yaratmır. Bu, sadəcə olaraq mövcud olanları, yəni valideynlərdən gələn genləri götürüb, onları yeni kombinasiyalarda qarışdırır. Ən yaxşı bənzətmə elə kart dəstəsidir. Siz yeni kartlar icad etmirsiniz, sadəcə mövcud kartları qarışdırıb, hər dəfə fərqli bir əl yaradırsınız. Bəs bu genetik kart dəstəsi necə qarışdırılır? 3 əsas mexanizm var. Birincisi crossing over. Bu zaman valideynlərdən gələn xromosomlar bir-biri ilə sanki qucaqlaşıb hissələrini dəyişdirirlər. İkincisi, xromosomların sərbəst paylanmasıdır, yəni hər bir cinsi hüceyrəyə hansı xromosomun düşəcəyi tamamilə təsadüfidir. Və nəhayət, üçüncü mərhələ təsadüfi mayalanma. Milyonlarla sperm hüceyrəsindən hansının yumurta hüceyrəsini mayalandıracağı da tam bir şans oyunudur. Bax, bu üç prosesin birliyi səbəbindən eyni valideynlərin uşaqları tək yumurta əkizləri istisna olunmaqla heç vaxt bir-birinin eynisi olmur. Nəticə, demək olar ki, sonsuz sayda unikal kombinasiyadır. Yaxşı, gəlin ümumiləşdirək. Bir tərəfdən mutasiyalarla yaranan yeni xüsusiyyətlər var, digər tərəfdən isə kombinasiyala mövcud genlərin sonsuz sayda qarışdırılması. Bəs bütün bunlar niyə bu qədər əhəmiyyətlidir? Çünki bu iki proses birləşərək genetik müxtəlifliyi yaradır. Bu müxtəliflik isə təkamülün xammalıdır. Məhz bu müxtəliflik sayəsində canlı növləri dəyişən şəraitə uyğunlaşa bilir, sağ qala bilir. Bu da bizi düşünməyə vadar edən son və bəlkə də ən vacib suala gətirib çıxarır. Əgər təbiətin milyonlarla illik təkamülün açarı bu genetik müxtəliflikdirsə, bizim inkişaf etdirdiyimiz müasir genetik texnologiyalar bu həssas tarazlığı gələcəkdə necə dəyişəcək? Bu barədə düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkür edirəm.